Allah əqli verir, ağıl bir ətdiyəcən baxır, anlayır, sonra deyir, yox, başa düşə bilmirəm. Orada vəhiy gəlir, yetişir dadına. Deməli, dinin bünövrəsində ağıl var. İnanc bir həqiqətdir. Qərb dünya görüşündə inanc mövzusunu belə araşdırırlar. Faydalıdır, yoxsa faydalı deyil inanc? Belə araşdırırlar mövzunu. Bu inanc, bu inam, bu iman faydalı bir şeydir, yoxsa faydalı bir şey deyil? Ötəri, səthi, zahiri, yalançı faydası varsa bizə kifayət edir, deyir. Fantaziya da olsa eybi yoxdur. Tək ki inanaq, insanlar inansın, sakitləşsin, aramlaşsın. Bu mənada xeyri varsa, faydası varsa yaxşı bir şeydir. Fantaziya olsun, eybi yoxdur. İnanca belə baxır. Bəzi qərb mütəfəkkirləri. Amma təvhidi dünya görüşündə məsələyə daha dərin baxılır. Düzgün inanc odur ki, həqiqətə söykənsin. Fantaziya olmasın. Bu baxışla din uydurma bir şey deyil. Həqiqətlərdən, gerçəkliklərdən ibarətdir. Dinin arxasında bir həqiqət var. Din həqiqətin özüdür. Nə ki, yalancı bir şeydir. Zahiri bir xeyri var. İnsan iman gətirsə, zahirən müəyyən xeyri olacaq, ona görə yaxşı bir şeydir. Yox, din həqiqətdir. Din həqiqətlərdən ibarətdir, gerçəkliklərdən ibarətdir. Bəli. Ağıl və vəhiy əl-ələ verir. Ağıl, vəhiy, hədislər, imamət, nübüvvət əl-ələ verir, bəşəri xoşbəxt edir. Amma bəzi vaxtlar ağıl həddini aşır. Onda insan fironlaşır. Olur firon. Ağıl həddini aşdı, dedi, vəhyə ehtiyacım yoxdur. O insan olur firon. Nə deyir firon? Ənə rabbukumul əla, Rəbb mənəm. Ayədir də. Deyir, mən Rəbbəm. Rəbb mənəm, yəni mənası bilsin nədir? Yəni, sənə ehtiyacım yoxdur. Özüm bilirəm, nə etməliyəm. Mənə nəsə deməsən. Ənə rabbukumul əla budur. Ağıl həddini aşanda bu olur. Allah, sənə ehtiyacım yoxdur. Sənə nə edirəm mən? Özüm bilirəm, nə etmək lazımdır. Hərdən onlara bir balaca uşaq yeşə-yeşə danışır. Qıradına baxırlar, buna bax, Allah. Ağıl həddini aşanda vəhiy sanki kənardan baxır, deyirsən, Allah, buna bax. Sən mənsiz görmürsən, nə günə qalmışsan? Mənsiz bir yere yetişə bilərsən sən? Mən səni əlindən tutmasam, hara tutarsan ki sən? Ağıl ki həddini aşdı, insan fironlaşır. Deyir, daha imama, rəsula, nəbiyə, Allah vəlisinə, Allah höccətinə ehtiyacım yoxdur. Və bu proses ilk dəfə baş verib Adəm şeytan misalında. İlk dəfə orada baş verib. Adəmi Allah yaradır. Deyir, səcdə edin. Mələkə səcdə edir, şeytan deyir, yox. Şeytan Allah'a deyir, sənə nə qədər istəyirəm, qurban olaram. Amma bu Adəm söhbətini bağlayaq. Adəmə səcdə edəməyəcəm. Sənam eləyirəm. Diyor, Allah diyor, yox, Adəmə səcdə edəcəksən. Deyir, mümkün deyil o mənim başım üstə dursun. Mən özüm yaxşı bilirəm, nə edəcəm. Hətta Allaha təklif edir, sənə ibadət də edəcəm. Amma Adəmi gətirmə mənim başım üstə. O vəlini, peyğəmbəri mənim başım üstə qoyma. Mən özüm bilirəm necə xoşbəxt olacam. Hər şey yaxşı olacaq. Orada sənə də yer ayıracam. Allah deyir, yox. İnni urid, ən u'bəd, min heysi urid. Lə min heysi turid. Özüm istədiyim kimi ibadət olunmaq istəyirəm, sən istəyən kimi yox. Sən qatışdırma aləmi. Mən necə deyirəm o cürünü? Sən deyən yox. Hələ Adəm yer üzünə düşməyib, bu söhbət başlayıb. Dastan bu dastandır da, hə? Hələ Adəm yer üzünə düşməyib, bu söhbət başlayıb.